videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi, her birinizin her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, bizim güzel bir xeyriyyətçi kardeşimiz bu günlərim 60 manat pul göndərib ki, bir dənə ailəyə ərzaq alıb aparıb verərsən. Allah min əvəzin versin qardaş, Allah canını sağ eləsin. Biz də gözəl izləyicilərimiz 50 manatlıq ərzaq almışıq, 10 manatda mikro avtobusumuza yanacaq vurmuşuq. Allah cibin dolu eləsin, Allah qəbul eləsin. Allah Taala ruzi bərəkətini bol eləsin, gözəl qardaş. Allah. Atarsan topu. Möhkəm. Salam, xoş gördük. Bunu gözəl xeyriyyətçi bir qardaşımız. Evet, bir kardeşimiz var. Bizim güzel xeyriyyətçi bir kardeşimiz var. Bu göndərmişdi ki, ehtiyacı olan insanın birinə aparıb ərzaq verərsiniz. 50 manatlıq ərzaqdır. Şirin Allah alın. canını sağ eləsin, Allah ömrünü uzun eləsin, göndərən Allah başından töksün, tut deyənə qədər. Allah ömrünüzü uzun eləsin. Siz çox bizə köməklik elədi. Mənim qızıma görə şükür, indi biraz yaxşıdır. Allah canınızı sağ eləsin. Nətər oldu? Biraz yaxşıdır da, 5 günlük müalicə yazım. Olmasa yataq eləyəcək Bakıda. Hə. 5 günlük müalicə. Hə, 5 günlük müalicə. Yaxşı olar inşallah. Eləyən Allah başından töksün, Allah ömrünü uzun eləsin, Allah canını sağ eləsin. Çox sağ ol, çox sağ ol. Allah köməklərində dursun onların. Amin. Onlar ki bizi yada sal, Allah da onların canını sağ eləsin. Allah Amin başından inşallah. töksün onların. Allah qazançlarına bərəkət Amin versin. Allah, amin Xatadan, Allah. Allah baladan həmişə uzaq eləsin. Allah ciblərində bol eləsin. Sağ ol, sağ ol, çox sağ ol. Şirin ağızdan Sağ olun qadanam, çox sağ ol. Sən də sağ ol, Allah canını sağ eləsin, Sağ ol, əziyyət çox çəkməyəsən. Allah balanı saxlasın, Allah ölənlərdə də rəhmət eləsin. Sağ ol, sağ ol. Sağ ol. Allah sizin də canınız sağ eləsin. Səma, sən nə tərsən? Sağ ol. Əmilər sizə qəşəng arzaq göndəribdi. Sağ olsun, Allah var eləsin. Sağ ol, sağ ol qadanam. Şirin ağızdan yiyin. Gözəl izləyicilərimiz, bildiyiniz kimi Tərtərdə bir veteranı çəkmişdik. O veteran qardaşımıza o günü canlaşdıq. 4300 rubl yığıldı. Lənkəranlı Mahir qardaşımız 1000 rubl göndərib. Təşəkkür edirəm. Və Qazi Hüseyin qaqam, təşəkkür edirəm sağ. Allah o sənə tikilən evdən sənə çox-çox xeyir versin. Balalarının inşallah o evdə xeyir işlərini görəsən. Övladlarının adından, deməli, etiqatın adından, Nəcəbin adından, Nəcibənin adından 10 manat göndərib. Təşəkkür edirəm. Allah min əvəzin versin. Və Ağsulu Ramin qardaşıma öz minnətdarlığımı bildirirəm. 1000 rubl göndərib. Təşəkkür edirəm. Allah min əvəzin versin. Yardımlıdan Şakir qardaşıma öz minnətdarlığımı bildirirəm. 1500 rubl göndərib. Çox sağ ol. Allah min əvəzin versin. İnanın adından, kartından 300 rubl gəlib. Təşəkkür edirəm. Və mənim gözəl qardaşım, dostum, canciyar qardaşım, Samir qardaşıma öz minnətdarlığımı bildirirəm. 500 rubl göndəribdi. Və Qazi Hüseyin qardaşımız kanalımızın həmişə dəstəyi olan, həmişə komentariyalarda öz fikrini bildirən və hər zaman yanımızda olan Cəlal qardaşımızın adından 3 azeyin göndərib. Təşəkkür edirəm. Allah cibinizə bərəkət versin. Allah ruzinizi, bərəkətinizi daha da bol eləsin. Gözəl izləyicilərimiz, inşallah Allahın izni ilə sabahlarım Qazi veteran qardaşımızın Allahın izni ilə 174 manat pulun ödəyib, yəni bilirsiniz də nisiyə ət götürüb. Onların pulun ödəyib, Allahın izni ilə vəsiqəsini alıb verəcəyik. Kanalımıza abunə olun ki, bütün çəkilişlərimizdən xəbəriniz olsun və hər bir kəsdən xahiş edirəm, qalxozun like'in vurun və WhatsApp'ınızda paylaşın videolarımızı, hər zaman ehtiyacı olan insanlara
öz köməyimizi eləyə bilək. Allah hər birinizi qorusun. Allah hər birinizin qazancınıza bərəkət versin, malınıza, mülkünüzə bərəkət versin. Allah xalqımı qorusun.